Baxın, Qabilin qabilliyindən haqqında bir müsbət cinayət asıldı və heç birinin halında da ona vətən xaini deyilmir. Törətdiyi əməllərə görə o cinayət şəxsi. İstənilən bir vəziyyətdə vətən xaini sözünü işin yekununda məhkəmə hakimi dilinə gətirə bilər. Yəni gör sən nə qədər dalbacensən ki, ədliyyə qurumlarının, məhkəmə hakimi, prokurorluq qurumlarını sən əzib tapdalayıb keçirsən, deyirsən ki, belə mənəm hakim, sən vətən xainisən. Yəni adamı şıqqıldadarlar. Məni köhnə izləyicilərim çox gözəl bilər. Kim mənə vətən xaini deyib? Burada bir məsələ var. O Səadətli o qızla da 2 gündə belə bir dənə qalıb Trampazda Olaf Şolza belə video çəkməsi. Görə deyir ki, qardaşım gecə evdən çıxıb bir daha evə dönməyib 2 gün düşüb. Deyir özümüzü ölüm həddinə çatdırmışıq. Asacağam özümü, öldürəcəyəm. Necə özümü ölüm həddinə çatdırmısan ki, axşam 4-lü PK-ya girəcəksən? Bu necə olur? Yəni bədən dilindən başı çıxan bir adam bilir ki, siz orada göt-göt hərəkətləri edirsiniz. Buradan Eldar'a səslənir. Eldar. Həyatda bəzi biyoloji məsələlər sənin özündən asılı olmaya bilər. Gör sənə deyirəm, ay qardaş. Gedib özünü öldürməklə məsələnin həllini tapırsan. Ki özünü də öldürə bilirsən. Çünki can həyatda insana ən şirin şey olan bir şey. Və sənin özünü öldürmək problemi minimum bir 3 ay getməlidir. Sən onu öz psixologiyanda formalaşdırırsan ki, mən özümü öldürəcəm. Yəni sən duracaqsan 1-2 gün üstünün içində stresin sənə verdiyi özünü öldürmək təşəbbüsü bu mümkünsüz bir şeydir. Bu hesabı getdi beləsinə. İkinci bir alimə toxunacağam. Ata, sən niyə gedib özünü öldürürsən? Problemdən çıxış yolu özünü öldürmək deyil. Problemdən çıxış yolu o problemi həll eləməkdir. O problemi həll eləməkdir. Qəhbə gedib kimisə altında uzanıb yatan deyil. Gedi saat 2-3-ün yarısında sənin bacın Sakonun maşında nə gəzir? Nə gəzir gecə 2-3-ün yarısında? Mamon da yemək göndərib ki, otur maşının içində plov yiyir. Əxlaqsızlıq deyilmi bu? Hansı birimiz razı olaraq bacımız hansısa tiktokerlə gecənin bir yarısı maşının içində kayıt eləsin? Hansı birimiz razı olaraq ki, bacımız qol vəziyyətdə tiktokda videolar, şəkillər paylaşsın? Sağ olay bil. Hansı birimiz buna razı olaraq? Sənə demirəm get bacını öldür, anavı öldür. Yox. Disiplin qur. Bacıva zapret qoy.